أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah. Müasir xaricilərin namaz mövzusu üzərində 3 küfür fikri. Bir də təkrar edirəm, bu başlığı, bu adı. Mənə məxsusdur bu ad. Müasir xaricilərin, niyə müasir xaricilər? Necə müasir murciyalar var? Eyni onun kimi də müasir xaricilər var. Peyğəmbər sallallahu əleyhi və səlləm xaricilərlə bağlı bildirdiyi hədislərdə xaricilərin qiyamətdən öncə yenə olacaqlarını, çıxacaqlarını xəbər verib. Müasir xaricilərin namaz mövzusu üzərində 3 küfür fikri və dərsi dinləyən adamlar dinləmisiniz də, əgər kimsə dinləməyibsə diqqətlə dinləsin. Və mən insanlara dini anlatmaqda dil baxımından sözləri və cümlələri seçib başa düşəcəkləri şəkildə anlatmaqdan aciz insan deyiləm. Və mən bilirəm ki, insanlara anlada bilirəm. Çətin bir şeylər var ki, dində bir çox insan onu anlada bilmir insanlara. Lakin onu insanların başa düşdüyü şəkildə insanlara anlada bilirəm. Çünki insanların dilini bilirəm. İnsanların içində olmuşam ömrü boyu. Hər tip, hər səviyyə, hər təbəqə insanlarla müxatab olduğuma görə insanların dilini bilirəm. Kəndçinin də dilini bilirəm. Şəhərli, eli təbəqənin də dilini bilirəm. Çünki hər işi ilə müxatab olmuşam. Hər işi ilə bir arada yaşamışam. Lakin insanlar bu dərsdən nə anlayırlar? Və insanların bu anladıqlarını ki, bildirirlər kommentlərdə, bunu büruzə verirlər. Bir daha əmin olaram ki, çox cahil, çox səfih bir toplumla müxatabıq. Bu tövhid muntasibləri, tövhid iddialı olan insanlar, toplumlar əqil baxımından çox geri qalmış insanlardılar. Demək, namaz mövzusunun üzərində xaricilərin 3 mövzusu. Asluddin tövhid. Namaz İslamın ikinci rukunu. Deyirəm ki, namaz asludindən deyil. Kim asludindən olmayan bir şeyi asludindən hesab edirsə, bu küfürdür. Bu çətin anlanması bir şeydir. İslam dininin əsli tövhiddir. Birisi deyir ki, misvaq da asluddindəndir. Başqa birisi çıxır deyir ki, zəkat da asluddindəndir. Başqa birisi çıxır deyir ki, misal üçün, valideynə yaxşılıq etmək də asluddindəndir. Başqa birisi çıxır deyir ki, araq içmək, içməmək, bu da asluddindəndir. Bunlar hamısı yalandır da, ağ yalan, səfih sözlərdir. Niyə? Çünki asluddin tövhid Allah tərəfindən bəyan edilib, onun içərisində zəkat, oruc yoxdur. Onun içərisində şirki tərk etmək, şirk əhlinə bəraət etmək, şirk əhlini təşkil etmək, tağuta küfr etmək var. Və elə İslamın sıralamasında da belə ən cahil bir səfih bir adama da desən ki, Peyğəmbər deyib ki, İslam 5 şey üzərinə bina edilib. Tövhid, namaz, zəkat, oruc, həc. Tövhid, namaz, görsən 2. 1, 2, başqadır da. İkisi də bir olsa, deyərdi ki, tövhid, namaz, ikisi birdir, sonra zəkat, oruc, həc. İslamın 4 rukunu var. 1 etməyib də. Tövhid, sonra namaz. Kim bu namazı, orucu, zəkat deyirsə, bu da tövhidin içindədir. Küfr edir, bu şəriəti yalanlayır, Allah və Rəsuluna küfr edir bu adam. Bunu anlatmışam. Müşriklə bir safda namaz qılmaq küfür deyil. Bu dərsdə bunu anlatmışam. Sonra ümmət, alimlər, imamlar ixtilaf ediblər. Namazın tərki böyük küfürdür, yox. Buna kimsə deyirsə bu ixtilaf küfürdür. Bunu anlatmışam ki, bu aşırılıqdır. Adamlar nə başa düşüblər? Biri yazıb ki, belə çıxır ki, namazı qılmamaq küfür deyil. Birisi yazır ki, ala, dəlillər göndərir ki, bax, namazın tərki böyük küfürdür. Birisi deyir ki, sən də demək istəyirsən ki, tövhid kifayətdir, namaz qılmasaq da olar. Birisi deyir ki, bəs biz asluddin bilirdik axı namazı. Çox səfih, axmaq, səviyyəsiz münasibətdir bu. İnsanlar belə görsənir ki, bu adamların belə danışığından, bunlar ümumiyyətcə İslam anlamayıblar. Bunlar tövhid anlamayıblar. Bunlar nəinki tövhid, İslam, din, İslam, İslamın əhkamı, əqli cəhətdən geri qalmış insanlardılar. Bu dediyim bu şeyi normal bir ağıl başında olan bir kafiri anlatsan, kafir bunu anlayar. Ancaq özünə tövhid əhli deyən insanlar bu şeyləri anlamırlar. Bu da onu göstərir ki, biz uzun illərdir İslam dəvəti ilə məşğuluq, ancaq bu müxatab aldığımız insanların çoxusu dinin elementar rukunları və rukunların bir-birindən fərqini, əslə nə daxildir, əslə nə daxil deyil, bunu dərk etməkdən aciz, xəstə,
əqil sahibi olan səfeh insanlardılar. Belə insanların şərindən Allah Subhanahu va Taala'ya sığınmaq lazımdır ki, əgər bunların din anlayışı budursa, bunlar ümmət deyil, bunlar cəmaat da deyil. Belə müsəlman da olmur. Bunlar müsəlman da deyirlər ki, əsildən olmayan şeyi bir-birindən ayırt edə bilmirlər və bunu fəhm etmək qabiliyyətində deyirlər. Belə insanların şərindən Allaha sığınıram ki, bu dərəcədə asan olan bir şey, tövhid məsələsini belə anlayırlar. Və yaxud da bu dərsi dinləyirlər, mən namaz mövzusunun üzərində xaricilərin 3 küfür fikrindən danışıram. Deyir ki, namaz qılmayaq. Bəs namaz küfür idi axı. Və s. və ilaxır. Belə səfeh etirazlar. Elə bir insanlara bir qadındır, uşaq doğacaq, ondan danışırsan, bu isə anlayır ki, yerdən göyərti çıxır. Belə anlayır. İnsana Azərbaycanı anladıram, insan Ermənistan başa düşüb. İnsanlara səmanı vəsf edirəm ki, səma belə olub, ancaq bunlar göl başa düşüblər. Yəni doğrudan da bu anlattığım bu dərsdən sonra gəldiyim qənaət və təəssürat ondan ibarət ki, tövhid müntəsibi bir çox insan din baxımından səfeh hökmündədir, səfeh durumundadır. Belə insanların şərindən, İslam dəvəti sayəsində belə ağılda olan insanların bu dəvəti edəcəyi şərdən Allah Subhanahu va Taala'ya sığınıram. Allah Subhanahu va Taala bu İslam tövhid dəvətini belə səfeh insanların şərindən qorusun. Amin.